Hey gözəl insanlar, davam eləyək testlərin izahı ilə. Boşluqdan sonra birbaşa xəbər gəlib. Is making. Xəbər də istənilən zamanda gələ bilər. Məlumda ya məchulda fərqi yoxdur. Modalla ya da başqaları ilə. Deməli, mənə mübtəda lazım. Mübtəda olan da iki variantdır. C, D. Kim düzəldir, nə düzəldir? Kofeni kim dəmləyir, nə dəmləyir? Hər halda kim dəmləyir? Yəni C variantı. Birbaşa xəbər gəlib. Xəbəri də mübtəda istəyir. Bu zərfdir, bu isim istəyir, təyindir. Bu zərfdir, mənasından deyirəm. Vot, nə? İmzalandı menecer tərəfindən E variantı. Xəbərdir, yenə mübtəda istəyir. Süfrəni açdı. Zərf yox, tamamlıq yox, zərf yox, mübtəda. Kim açdı? E variantı. Yenə xəbərdir. Yəni siz şeydə, orada işləyəndə orada düzəltmişəm. Hər halda. Mənə mübtəda lazımdır. Bu zərfdir, bir mübtədadır, 4 mübtədadır, A var. Yəni kim kömək edə bilər, ya da sizin hansınız kömək edə bilər? İndi bura baxaq, cümlənin sonunda söz yönü varsa, cümlənin əvvəli hu ilə vot olur. Cavab D. Təyin üstəcə isim də ola bilər. Oflu ya ofsuz. Cümlənin sonunda söz yönü varsa, cümlənin əvvəli hu ilə vot. Mən sizə imtahana düşə biləcək tipləri vermişəm. Elə bunlardan da cavab düşə bilər. Cümlənin sonunda söz yönü varsa, cümlənin əvvəli hu ilə vot. Təyin üstəcəl isim ya da of da ola bilər. Cümlənin sonunda söz yönü varsa, cümlənin əvvəli hu ilə votdur, 1-2. Üçüncüsü bunu tərcümə edək. Onlar gözləyir. Kimi, nəyi? Gözləyirdi. 3 nöqtədən sonra isim gəlib. Mən isim istəyən götürürəm. Yəni whose. Kimin? Kompüteri. D variantı. 3 nöqtədən sonra isim gəlib. İsim istəyən də burada hansıdır? 2 ilə 3. Kimin? Ayaqqabılar ya da hansı ayaqqabılar? 2-3. E variantı. 3 nöqtədən sonra isim gəlir ki, bu isimlər olan qəbul suallardır. Dimin sualları toplan görmüş, amma qəbula düşüb əvvəllər. İsmi də istəyən burada B variantıdır. 3 nöqtədən sonra isim gəlib, ismi də istəyən D variantıdır. Ofla işlənənləri buradan seçək. Which of, how many of, how much of. İndi bu these cities cəm olduğuna görə how much da yoxdur. Zaten olsaydı uzlaşmadı. Qalır 3, 4. Ofla işlənənlərə baxaq, qalır C. Ofla işlənənlərə baxaq, qalır 1, 4, D variantı. Cümlənin sonunda from var, who, what, where, üçü də gələ bilər, mənə uyğun gəlirsə. Kimdən, haradan aldın mesajı 1, 5, C variantı. Görürsünüz, nə sadədir? İndi baxaq. Nə 3 nöqtədən sonra isim var, nə xəbər var, nə cümlənin sonunda söz yönü var, nə 3 nöqtədən sonra of var, nə də cümlənin sonunda from var. Onda nə edirəm? Bu cümləni tərcümə gedirəm. Onun valideynləri onu cəzalandırdı. Niyə? Nə zaman? 1-3 C variantı. Eyni şey buradadır. Bu xəbər deyil. Köməkçi və mübtəda xəbər beləcə gedir. Cümlənin sonunda söz yönü from yoxdur. 3 nöqtədən sonra of, isim, xəbər yoxdur. Deməli, nə edirəm? Yenə tərcümə edirəm. O dərsə partiya gecikmişdi. Niyə? Çünki digərlərini qoyanda mənası uyğun gəlmir. O mənanı səsləndirmirəm. Çünki öyrənməlisiniz. Yenə eyni şey. Yəni, mənə burada 3 nöqtədən sonra isim, of verməyib. Cümlənin sonunda söz yönü verməyib. 3 nöqtədən sonra xəbər vermirsə, mən nə edeyim? Yenə tərcümə edəcəm. Kimi, kimə, kimin, üstəcə isim istəyir. Kim, kimi, kimə, niyə, neçə, nə qədər. Sən deyir, keçən il Misirə getdin. Niyə getdin, necə getdin, kimi ilə getdin. Yəni, bu tip suallar olsaydı düz olardı. İndi ki, Nikin əlcəkləri dırdır, neçiyədir, haradadır. Bunu orada deyəsən dəyişmişəm. Neçə dənədir? Yəni, hal-hazırda 3 də düzdür, amma deyəsən şeydə dəyişmişəm. Ya, bu çıxıbdır. Yəni, siz işlədiyinizdə dəyişmişəm, dəqiq yadımda deyiləyinə dəyişmişəm.
Ya da when yazmışam, yadıma düşdü, when yazmışam. Səhvdir. Bu da səhvdir. Qalıb 1-2. Neçəyədir? Haradadır? Yeyəcəmsə how much-la qiymətə də sual veririk. How much is this? Bu neçəyədir? 1-2 C variantı. Sən deyir, ingiliscəvi praktika edirsən. Bu da deyir, həftədə 2 dəfə. Yadda saxlayın. Cavabınızı present simple-dan, always, usually, sometimes, rarely, bunu materialda verməmişəm, amma testdə göstərmişəm. Bunlarla verərsə, həftədə bir dəfə, ayda 2 dəfə, bəzən, hərədən bir, arada bir, heç vaxt, nadir hallar falan. Birinci sualımız nədir? Ya when-lə gəlib, ya da how often-la gəlib. Okay, ya when-lə gəlib, ya da how often. Eyni şeyi baxaq. Məsələn, təxminən 2 ildir deyir. Görə burada nə var? Gəl baxaq. Aha, has var burada. Köməkçi feildir. Deməli, bitmiş zaman. Əsas feili burada. Deməli, bitmişdir. Bitmiş zamanda da bilirsiniz ki, məsələn, bu olmur. How often olmur. When olmur. İndi A, B arasında qalan. Biz nə dedik? Köməkçi feil görsəz, bitmiş həvəzədlə sual versə. Variantdan how long ya da since when seçin. Okay, niyə alınmır? İndi gəl baxaq. Çünki cavabda nə deyir? About 2 years. Təxminən 2 ildir. Nə deyir? Sənin əminin nə qədər müddətdir firması, şirkəti var? Deyir, təxminən 2 ildir. Deməli, mənə müddətlə cavab verilir, mən də müddətə sual vermişəm. A variantı. Eyni şey buradadır. Yenə bitmiş zamanda sual verdiyinə görə, bitmiş zamanda işləməyənlər çıxıram. Zaten bitmiş zamanda sual verəndə biz nə dedik? How long since when seçirik? B-ni seçək. Xuda mənaya görə uyğun olmur. Nə qədər müddətdir? Deyir, maybe silinmir, təmizlənilmir. B. Yenə forla cavab verib, deməli, mənə müddətə ya da since when-ə sual verir. Və yaxud bitmiş zamanda sual verirsə, yenə də cavab how long ya da since when çıxmalıdır. B variantı. Çünki digərləri bitmiş zamanda zaten işlənmir. Bitmiş zaman olduğuna görə, bitmişdə işlənməyənləri çıxdım, 1-5 qalır. Nə qədər müddətdir o oyaqdır ya da nə vaxtdan bəri oyaqdır? C variantı. Yenə eyni tipli cümlə. Bitmiş zamanda sual verdiyi üçün, bitmiş zamanda işlənməyənləri çıxıram. Qalır 1-3 C. Nə qədər müddətdir? Deyək ki, pişiyim var. Nə vaxtdan bəri pişiyim var. Pet, ev heyvan deməkdir. How long müddətə sual verir, başqa şeydir. How long ago, başqa şeydir. How long ago ilə sual versə, desən ki, 2 gün əvvəl, məsələn. Bizə past simple işlərim, ayrı-ayrı şeylərdir. İndi gəl buna baxaq. Burada nə sual verir ki, bu deyir ki, bir neçə saat öncə yemişəm. Deməli, when sualı verir, nə zaman? Yer gəlmişsən, sadə zaman zərflərlə bitmiş zamanlar işlənmir. Bitmişi də dedik ki, when-lə, what time, how often-la, bir də how long ago ilə nədir? Sual verməyək. İndi question taglərə keçək. Solda will-dırsa, sağda da will-dir, amma will-in əksi, yəni C variantı. Solda will-dırsa, sağın will-in əksi olacaq A variantı. Solda is-dirsə, sağda is-in əksi olacaq A variantı. Solda sadəcə have-dir, indiki sadə zamandır, köməkçi feil do-dur. Do olduğuna görə sağda don't verəcəm. 2 dənə variant var, A, E. It tək olduğuna görə do ilə işlənmir, does olmalıdır, yenə də səhvdir, qalır A. Dear təki cəmi eyni, dear hədə təki cəmi eynidir. Təkdə olsaydı qabağında E olardı. E artiklı olmadığına görə bu cəm sayılır. Cəmdirsə, xəbəri də cəmdir. Əvəzliyi də cəm, yəni Z olduğuna görə do ilə verdim. Do da burada tək təsdiqdədir deyə sağda don't olur. Nə isə A variantı. Üçüncü şəxsin təki bu xanımdır deyə burada she verirəm. Works S olduğuna görə does deməkdir. Does burada təsdiqdəsi olur doesn't. Hamısı təsdiq inkar gedib. İnkar təsdiq olan variant var mı? Burada yoxdur. Əmr cümlələrini will you ilə bitirəcəm. Will you E variantı. Let's olanları da shall we ilə bitirirəm. Əmr cümlə let's deyil. Let me, let him, let her fərq yoxdur. Let nə olur olsun. Will you əmr olduğuna görə C. Amma let's olsaydı shall we olar. Əmr cümləsi olduğu üçün will you C. Gəlirik bunlara.
yadda sal, bunlar da çox asandır. Niyə asandır? Zaman zərfinə sual verir. Yəni zərfliyə sual verəndə köməkçi feil keçir mübtədanın önünə, sonra xəbər gəlməlidir, amma gəlməyib. Heç bir sual sözündən sonra əvəzli artikl gəlmir. Köməkçi feil keçməlidir mübtədanın önünə. Əgər bu mübtədadsa, sonra xəbər gəlməlidir, gəlməyib. Bu mübtədadsa, sonra xəbər gəlməlidir, gəlib. Will you visit? Xəbər gəlmir. Köməkçi feil, mübtəda xəbər. Ha often da zərfdir. Zərfə sual verəndə nə gəlməlidir? Köməkçi feil, mübtəda xəbər. Heç bir sual sözündən sonra əvəzi artikl gəlmir. Adam adı gəlmir. Köməkçi feil, köməkçi feil, köməkçi feil. Mübtəda, mübtəda, mübtəda. Xəbər, xəbər, xəbər. D ilə E eyni variantdır. Orada deyəsən düzəltmişəm. Burada bunu düzəltmək lazım. Burada wrote, write olmalıydı. Ona görə səhvdir. Deyəsən mən D götürmüşəm. Siz ekranda işləyirsiniz orada. Burada write-ı diddən sonra verdiyim üçün, dudaz diddən sonra feil gəlmir deyə səhvdir. Yəni ekranda, burada yox. Hal-hazırda gördüyünüzdə yox. Testdə harada yazsınız? Orada bax belə göstərmişəm. How long did olanda bilirsiniz ki, idi olmur. Tamam mı? İdini çıxartsam düz olacaq. Elə variantda bir dənə harada var? Burada var. E düzdür. Gəl digərləri bax. Heç bir sual sözündən sonra əvəzi gəlmir. Do does diddən sonra feil gəlmir. Burada da köməkçi feil olmadığına görə səhvdir. Nə dedik? Dedik ki, how long zərfdir. Zərfə də sual verəndə köməkçi feil mütləq olmalıdır və keçməlidir mübtədanın önünə. Köməkçi feil, mübtəda, xəbər. Yəni, bu söz sırası tətbiq eləməliyik. Where yer zərfidir. Zərfə sual verəndə köməkçi feil, mübtəda, xəbər axtarmalıyam. Köməkçi feil, mübtəda, xəbər. Köməkçi feil, mübtəda, xəbər. Köməkçi feil, mübtəda, xəbər. Olmayanlara çıxdım. Məsələn, yerdə həm də sual sözündən sonra adam adı var. Did olanda feil neçənci formada olur? 1. Yəni S də olmur, id də olmur. Qalır nə? B variantı. Bu şəkildə də düşə bilər. Bu şəkildə düşsə daha asan olur. How much-dan sonra isim olmadığına görə deməli bu qiymətin sualı. Çünki cost qiyməti olmaq deməkdir. Qiymətə də sual versə zərf sayılır. Zərfə də sual verəndə köməkçi feil hara keçir? Mübtədanın önünə keçir. Köməkçi feil olmayanı çıxaq. Köməkçi feil, mübtəda, sonra xəbər. Amma daz gələndə S düşməli idi, səhvdir. Do does diddən sonra feil gəlmir. Köməkçi feil, mübtəda, xəbər. D variantı. Belə bir sual 2012-ci il sınaqda düşübdür. How many of chalk, how many pieces of chalk, bax. Belə deyim də, bu yana niyə gəlir? Belə saxlayayım. Fikir verin bir dənə bura. Adi sual cümləsi ya xəbərlə başlayır, ya köməkçi feillə başlayır, ya da isimlə başlayır da. Elə deyil, mübtəda xəbər istəyir, təyin isim istəyir, zərfi və tamamlıqda da nə gəlir? Köməkçi feil, mübtəda, xəbər. Köməkçi feil, mübtəda, xəbər. Did olanda düşməli idi, bring olmalı idi. Birbaşa xəbər gəlib, indi biləcək. Köməkçi feil, mübtəda, xəbər. Do does diddən sonra feil gəlmir. Burada ümumiyyətlə köməkçi feil yoxdur. İndi qalır B ilə C-nin arasında. Gəl oxuyaq. Gətirdi uşaq. Yəni, mübtəda budur. Biz nə dedik? Dərs izah edəndə. Mübtədanı gördüyün an, köməkçi feil keçməlidir mübtədanın önünə. C-də keçib, B-də keçməyib. Ona görə C düzdür. İlk şey burada tətbiq edin. Do does diddən sonra feil gəlmir. Heç bir sual sözlərindən sonra nə olur olsun, yəni isimlə də bitişsə belə, özdən sonra isim, artikl əvəzi adam adı gəlməsin. Okay? İndi gəl baxaq. Neçə qonaq dəvət edildi? Neçə qonağı sən dəvət etdin? Köməkçi feil keçin mübtədanın önünə. 1, 2, C variantı. Ya da sadə yolla girin. Heç bir halda, yadda saxlayın. Heç bir halda. Sual sözünü çıxıram. Çünki dördündə də nədir? Eynidir də. Demək cümlə buradan başlayır. Artıq mənim sual cümləm, ana cümlə buradan başlayır. Bütün sual cümlələri ya köməkçi feil mübtəda xəbər olur,
ya üstəgəl birbaşa xəbər olur, ya da isimlə başlamalıdır. Köməkçi fe'l mübtəda xəbər ya da isimlə başlayan, xəbərlə başlayan variant deyil bu, çıxdı. Köməkçi fe'l mübtəda deyil. Dudazdan sonra fe'l gəlmir. Köməkçi fe'l mübtəda xəbər ya da birbaşa xəbərlə başlayan zaten 1-2-dir. Yəni mübtədaya sual verəndə, bax bunu özünüz analiz edin də. Bu məntiqdir, bu yəni qayda deyil. Mübtəda özündən sonra xəbər istəyir. Tamamlıqla zərflikdə nə baş verirdi? Köməkçi fe'l keçirdi mübtədanın qabağına, sonra xəbər. Təyində nə baş verirdi? Üstəgəl isim. Yəni sənin bütün sual cümlələrin bu üçlü ilə başlayır. Xəbərlə, köməkçi fe'l mübtəda xəbərlə ya da isimlə. İndi bura mən bunu tətbiq eləyəndə 1-də var, 2-də var, amma 3-4-də yoxdur. Cavab da nə olur? 1-2. C variantı. Gələk eyni şəkildə baxaq. Bunları qoyuram qırağa. Mənim cümləm nə ilə başlamalıdır? Ya xəbərlə, ya da köməkçi fe'l mübtəda xəbərlə. Yəni cavab 1-3-dür. B-dir. Do does diddən sonra fe'l gəlmir. Heç bir sual sözündən sonra da adam adı gəlmir. Yenə 1-3 qalır. Heç bir sual sözündən sonra adam adı gəlmir. Do does diddən sonra fe'l gəlmir. Qalır 3-4. B variantı. Bu söz ola bilər, mənasını bilməyəsiniz. İdi qəbul elədiyinə görə fe'ldir və yaxud digər variantlarda idi və yaxud s qəbul edən sözlər həmişə fe'ldir. Bu da biclikdir. Bizə kömək edir. Yəni söz yadımızdan çıxsa da belə. Heç bir sual sözündən sonra adam adı gəlmir. Do does did olan yerdə fe'l birinci formada olmalıdır. Qalır 1-4 A variantı. Bunlar biclikdir, qayda deyil. Heç bir sual sözündən sonra adam adı gəlmir. Do does did olan yerdə fe'l birinci formada olmalı. Qalır A variantı. Okey, sonuncudur. 1, 2, 3, 4. Heç bir sual sözündən sonra adam adı gəlmir. Do does did olan yerdə fe'l birinci formada olmalıdır. Qalır 2, 3, B variantı. Bu qədər sadə. Hələlik. Sağ olun.